Biz keçən dəfə məktəblərin birində şahid olduq ki, böyük sinifin oğlan uşağı kiçik sinifin oğlan uşağına təcavüz eləmişdi. Əslində orada o məsələ tam aydın olmadı, amma biz bilmədik də hər halda. İndi siz mənə maraqlıdır. Mənim 2-ci sinif şagirdi olan uşaq 7-ci bir sinif şagirdi olan uşağa qarşı təcavüzünün necə qarşısını ala biləcəyimi necə izah eləməliyəm evdə? Əslində məsələyə necə yanaşmalıyıq ki, bu ajotaj yaratmasın insanlarda. Ola bilər ki, insanlar deyər ki, niyə mən qorumalıyam övladımı? Bu qədər cani uşaqlar varsa, siz də öz övladınızı tərbiyələndirməlisiniz. Bəli, belə uşaqlarımız çoxdur, aqressivdirlər, psixoloji problemləri yüksək səviyyədədir və valideyn bunu görmür. Çünki valideyn özü də bu halı yaşayır. Lakin valideynlərimiz elədir ki, bizim yaşadığımız dövr, əvvəlki dövr daha çox qorxular altında olan dövrdür. Daha çox disiplin altında olan dövr idi. Biz bu qədər caniləşməmişdik o dövr üçün. Analarımız, atalarımız. Amma indiki uşaqlar qorxu ilə böyüdülmür və onlarda olan, anada olan, atada olan hissi rahatlıqla insanlara çatdıra bilir. Aqressiyanı, əsəbi, dözməməyi, incinməyi və s. insanlara rahatlıqla zərər verərək çatdıra bilirlər. Öncəliklə bu hissəyə baxmaq lazımdır. Yəni biz övladımızın fərqindəyikmi, nə yaşayır? Yəni mənim bir uşağım cani mi böyüyür, yoxsa normal psixoloji bir uşaqdırmı? Digər tərəfdə isə sağlam uşaqlarımızı necə qoruyaq? Bu belə deyək, aqressiv uşaqlardan, zərər verə bilən uşaqlardan necə qoruyaq? Əgər mən uşağım evdə izah eləyirik, mənim digər insanlar sənin istəmədiyin hərəkətləri eləyirlərsə, sən buna necə rəftar eləyərsən? Müəllimə dedi ki, siz bir yerdə getməlisiniz, jurnalı, dəftəri filan yerdən gətirməlisiniz. Sən getdin, gətirdin, tabe oldun müəlliməyə. Uşaq deyir ki, digər dostun deyir ki, gəl mən tək gedə bilmirəm, bir yerdə gedək bu işi görək. Sən buna yardım elədin, yardım hissin var sənin. Digər uşaq isə məcbur eləyir ki, sən mənlə getməlisən. Amma sənin hazırda əlində işin var. Yardım da edə bilərsən, amma sənin öncəliyin sənsən. Bunu uşağınıza öyrətmisinizmi? Bu çox önəmlidir.